Herkese salam. Bugün sizden gelen çok sayılı istekleri nəzərə alaraq Kiyev kotletinin ən ləzzətli və ən asan reseptini bölüşürəm. Resept çox sadədir. Əvvəlcə yuyulmuş 2-3 sap şüyüt və göy soğanı kağız dəsmalla yaxşıca qurulayıb xırda doğrayırıq. 120 qram yumşaq kərə yağını, doğradığımız göyərtini, 1 diş sarımsağı, çay qaşığının ucunda duz və zövqə görə istiot əlavə edib qarışdırırıq. Təzgahın üzərinə streç sərib, hazırladığımız qarışığı ortasına əlavə edirik. Təxminən 1 sm qalınlığında, düz bucaqlı formasında yayıb 30 dəqiqə buzluqda saxlayırıq. 600 qram çəkilmiş toyuq ətinə yarım çay qaşığı duz və istəyə görə istiot əlavə edib yaxşıca yoğururuq. Əti 6 hissəyə bölüb yumrulayırıq. Videonun əvvəlində qeyd etdiyim kimi, Kiyev kotletinin ən ləzzətli və ən asan üsulunu bölüşürəm. Digər tərəfdə 2 ədəd yumurtaya 1 çimdik duz əlavə edib qarışdırırıq. Buzluqdan çıxardığımız yağı 6 hissəyə bölürük. Hər ət kündəsinin ortasına bir parça yağ yerləşdiririk. Əlimizi suya bulayıb kotletə forma veririk. Forma verdikdən sonra əvvəlcə una, sonra yumurtaya, daha sonra isə üyüdülmüş suxariyə bulayırıq. Bu mərhələni 2 dəfə təkrarlayırıq. Yəni suxaridən sonra yumurtaya, daha sonra təkrar suxariyə bulayırıq. Qızartma mərhələsinə keçmədən əvvəl boşqaba kağız dəsmal yerləşdirək. Mətbəxdəki yeni köməkçim Aura kağız dəsmalından istifadə edirəm. Kotletləri möhkəm qızmış bol duru yağda, az orta ateşdə, hər tərəfli qızardırıq. Qızaranları kağız dəsmalının üzərinə düzürük ki, artıq yağı çəkilsin. Həm sağlamlığımız, həm də gözəl servis üçün yağlı yeməklər hazırladıqdan sonra artıq yağını kağız dəsmalla götürmək çox vacibdir. Yeməyimiz hazırdır. Dadı, ləzzəti möhtəşəm. Kiyevə gedib dadmış qədər olacaqsınız. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.